Salam, hər vaxtınız xeyir, hörmətli dinləyicilər. Azərbaycan Nədən Danışdı programı yenidən efirdədir və studiyada mən Yonis Orucudur. Əziz dinləyicilərimiz, bildiyimiz kimi bir müddət öncə Trump İran rəhbərliyinə bir məktub göndərmişdi. Bu məktub əməkdaşlığın müxtəlif sahələrini əhatə edirdi, lakin İran Amerika Birləşmiş Ştatları ilə danışıqlardan imtina etdi. Biz bugün bu məsələnin həm regional, həm də qlobal proseslərə təsirini müzakirə edəcəyik. O cümlədən Suriyadakı son hadisələrin məzhəblər arası münaqişəyə gətirib çıxara biləcəyi ilə bağlı suala da cavab tapmağa çalışacağıq. Bu arada Zelenskinin Amerika ilə danışıqlara hazır olması ilə bağlı bəyanatının Trump'ın siyasətində hansı dəyişikliyi yaradacağı diqqət mərkəzimizdə olacaq. Söhbətimizə başlamazdan öncə mən qonağımızı sizə təqdim etmək istəyirəm. Bugünkü verilişimizin qonağı politoloq İlyas Hüseynov bizə telefonla qoşulub. Hər vaxtınız xeyir İlyas bəy. Hər vaxtınız xeyir dəyərli Yunus müəllim. Səsinizi yenidən eşitməkdən şad oldum və elə istəyirdim ki, ilk ondan başlayaq ki, İran Amerika Birləşmiş Ştatları ilə danışıqlardan imtina etdi. Sizcə bu İranın nəbzinin yoxlanılması üçün atılan addım idi. Mən addım deyəndə Trump'ın İran rəhbərliyinə göndərdiyi məktubu nəzərdə tuturam. Yoxsa doğrudan da Amerika İranla əməkdaşlıqda səmimidir? Minnətdaram. Mənə də çox xoşdur sizinlə müzakirə aparmaq və dinləyicilərimizi salamlamaq. Əlbəttə, ABŞ ilə İran arasında hazırda İstənilən münasibətlərin formalaşmasına dair cəhdlər sülhə xidmət edir. Lakin maraqlıdır ki, İran tərəfi sanki bu məktubu gözləmirdi və daha çox ziddiyyətli münasibətlərə hazırlaşmışdı. Bundan öncəki ABŞ administrasiyası dövründə çox çətin münasibətlər İranı sınaqdan keçirirdi və həm İsraillə birbaşa olan raket və dron hücumları, eyni zamanda İrana tabe olan proksi qüvvələrin İsrail vasitəsilə yaxın şərqdə darmadağın edilməsi, Suriya məğlubiyyəti və digər bu kimi məsələlər gözlənilirdi ki, Donald Trump'ın dövründə daha da geniş xarakter alsın və burada elə Donald Trump'ın bütün komandasının İsrailin yanında olması mesajları həm də qarşıdakı dövrdə gərginliyin olacağından xəbər verirdi. Amma Trump həm Rusiya-Ukrayna müharibəsi fonunda, həm yaxın şərqdə gedən gərginlik kontekstində belə görünür ki, bütün ziddiyyətlərə son qoymaq, iqtisadi fəaliyyəti səmərəli etmək, xərclərə qənaət etmək və daha açıq siyasət yürütmək, pragmatik, real siyasət yürütmək xəttini tutub. Bunun özü əslində bir sıra ekspertlər də çaş-baş salıb. Hətta İrana qarşı belə? Hətta İrana qarşı belə, İranın nüvə proqramının nəzarət altında olması, İrana qarşı sanksiyaların aradan götürülməsi, əməkdaşlıq, iqtisadi, enerji, nəqliyyat, yəni humanitar siyasətə nəzarət etmək. Sizə elə gəlmirmi ki, Trump əslində İran hakimiyyətinin bu məktuba yox deyəcəyini bilirdi və bu yox əslində onun müəyyən hərəkətləri həyata keçirməsi üçün yaxşı bəhanə ola bilər? Birisi dəyərli Yunus müəllim. Yəni bu hər halda bu ehtimaldır. Bəli, sanki bu Trump'ın birinci kadensiyası dövründə yürütdüyü siyasi xəttə oxşamır. Ya Trump birbaşa olaraq dərin dövlətin sifarişlərini yerinə yetirir və yaxud birinci cəhdindən sonraki dövrdə prezident seçilmədikdən sonra kifayət qədər öz davranışlarında, addımlarında korrektələr edib və yaxud yeni dövr bu siyasəti tələb edir. Yəni bu seçimlərdən birinin arasında həqiqət var, amma İran tərəfinin bunu qəbul etməməsi, təqzib etməsi və əməkdaşlıq əlinin geri çevrilməsi mənə gəlir ki, kifayət qədər ciddi risklər formalaşdırır İran üçün. Çünki məsələn Rusiya-Ukrayna məsələsində mövzuları qarışdırmadan bir paralel aparaq deyim ki, Rusiya-Ukrayna müharibəsində daha çox Rusiya pərəst
bir siyasi xətt ortaya qoyduqdan sonra Rusiyanın Ukrayna ərazisini daha şiddətli şəkildə bombalaması, raket hücumlarının təşkili və Ukrayna ərazisinə doğru irəliləyişi Trump tərəfindən də qəbul olunmur və daha sərt sanksiyalar tətbiq olunması ilə bağlı da bir xəbərdarlıq edilir. Yəni Trump çalışır ki, bütün ipləri öz əlində tutsun. Yəni ən çox bu müharibələrdən qazanclı Vaşinqton çıxsın. Ukraynanın mineral ehtiyatlarını, Rusiyanın mineral ehtiyatlarını eksploatasiya eləsin, istismar eləsin. Dünyada neft, eləcə də bu kriptovalutalar və yeni maliyyə sistemində know-how'ları da öz əlində saxlamaq niyyəti var. Məsələn, J.D. Vance, Elon Musk kifayət qədər texnologiyaları bilən və maliyyə iqtisadi sistemi əsasında demək olar ki, sadə ailədən milyarderlər sırasına çıxan şəxslərdir və ona görə də onları həm də öz ətrafında təsadüfən gətirməyib. Yəni bu müəyyən qədər işarətlər verir. Məsələn, Marco Rubio kimi Dövlət Departamentinin rəhbəri bir sıra siyasi proseslərdə xəbərləri elə bizim kimi mediadan oxuyur və yaxud kifayət qədər ciddi siyasi proseslərdən kənardadır fikirlərini də biz ABŞ mediasından oxuyuruq. Ona görə də İran bu cür məktuba tərəfdaşlıq və sülh yönündə olan müraciətə əl çevirirsə, bu İran üçün hesab edirəm ki, çox ciddi təhdidləri yarada bilər. Əlində ABŞ-ın kifayət qədər risklər var, əlində rıçaqlar var ki, İrana təzyiqlər eləsin. Amma məsələ bundan ibarətdir ki, bu İrana qarşı hər hansısa hərbi kampaniyada daxil olmaqla təzyiq siyasəti bir ucu ilə Azərbaycana da təsir edəcək. Çünki orada bizim çox milyonlu soydaşlarımız yaşayır. Tamamilə haqlısınız. Mən həm də elə Trumpdan söz düşmüşkən Zelenskinin son atdığı addımlara diqqət çəkmək istəyirəm. Artıq bildiyimiz kimi Zelenskinin Səudiyyə Ərəbistanına səfəri nəzərdə tutulub və o bu səfər çərçivəsində Amerika ilə münasibətlərdə yaranmış gərginliyi aradan qaldırmağa çalışır. Artıq dövlət katibi də Səudiyyə Ərəbistanında səfərdədir. Sizcə Zelenskinin Oval ofisdə yaranan gərginlikdən sonra Amerika ilə münasibətlərin normallaşmasına dair atdığı addımlar Trumpın siyasətində hər hansı ciddi dəyişikliyə səbəb olacaqmı? Mən elə gəlir ki, Oval kabinetdə beynəlxalq münasibətlər sistemində yeni bir mərhələni başladacaq bu polemika və söz dueli sonrası Trump heç bir dəyişiklik etmək haqqında düşünmür və onun üçün əsas məsələ Zelenskini nəyin bahasına olursa olsun, hətta dırnaqarası ərazi güzəştləri hesabına da sülh masası arxasına əyləşdirməkdir və baxmayaraq ki, impeachment və onun ABŞ-ın strateji maraqlarına zərbə endirməsi, Avropalı partnyorları tərəfindən tənqidlərə tuş gəlməsi halı da var. İndi biz bu prosesin nə ilə yekunlaşmasının gözləyəcəyik, amma bunun ABŞ üçün, birbaşa Trump üçün də mənfi nəticələr doğuracağını ehtimal etmək olar. Yəni şübhəsiz ki, bu qoyulan sərmayəni, müharibəyə yatırılan vəsaitləri Trump geri qaytarmaq istəyir. Amma gəlin belə düşünək ki, əslində Ukrayna ərazisində olan mineral ehtiyatlar o qədər zəngin deyil ki, çox qısa müddətdə Ukrayna mineral resurslarını, nadir metal tapıntılarını istismar edərək bu vəsait geri dönüşü baş versin. Əsas məqsəd Ukrayna üzərində həm də ABŞ-ın hökmranlığıdır. Maraqlıdır ki, burada Trump öz planlarında Avropanı nəzərdən keçirmir. Elə məhz bu xüsusda həm Britaniyada, həm Fransada diplomatik masalar toplandı. Trump əleyhinə fikirlər söylənildi, onun siyasəti tənqid olundu. Zelenskini bağrına basdılar, qucaqladılar, müsbət mesajlar verdilər, siyasi mənəvi dəstək ifadə olundu. Amma Avropanın özündə də bir sıra dövlətlər, hansı ki Ukraynanın yanında duracaqlarını söylürdülər. Ya bu
hərbi, iqtisadi, mali yardımların azalmasını anons etdilər və yaxud Slovakiya kimi, Macaristan kimi kifayət qədər sərt fikirlərini bundan sonra da davam etdirdilər. Yəni Avropada görür ki, ABŞ-ın siyasi iradəsinə qarşı Ukraynanın dəstəklənməsi də heç bir nəticə verməyəcək və bununla müharibəni davam etdirmək də mümkün olmayacaq. Onda gələ Avropa bütün hərbi sənaye kompleksini Ukraynaya təhvil versin ki, müharibənin müddəti də bir neçə il uzansın. Bunu da etmək istəmirlər. Və eyni zamanda Avropanın özündə də konsolidasiya gedir. Avropa Komissiyasının rəhbərinin çağırışı kifayət qədər diqqətə alınasıdır. Bunun gələcəkdə Avropanın müstəqil silahlı qüvvələrə malik olmaq potensialında gücləndirməsi halı var və hesab edirəm ki, bu da çox da uzaqda deyil. Zaten əvvəldən də NATO'nun təhlükəsizlik zəmanətləri verməyəcəyi fikirləri Avropa məkanında dolaşırdı. Lakin Trump'ın bu davranışları kifayət qədər düşüncələri də sürətləndirdi və eyni zamanda Aval kabinetdə olan polemikadan sonra həm də Trump ətrafında, ümumiyyətlə Amerika Birləşmiş Ştatlarının siyasi fikrində olan müəyyən yanaşmaları da təhlil etməyə başladılar. Məsələn, Münhen Təhlükəsizlik Konfransında J.D. Vance'in mən hesab edirəm ki, tarixə düşəcək çıxışı ondan ibarət idi ki, Avropa üçün əsas təhlükələr kənardan deyil, Avropanın özündədir. Burada olan qeyri-ənənəvi dalğalar, LGBT və yaxud sağçıların, solçuların burada hakimiyyətləri devirmək cəhdləri, miqrantlar əleyhinə sərt siyasət, kənarda təhlükəsizlik axtarışları və digər məsələlər açıq şəkildə Münhen tribunasından söylənildi. Bunun ardınca Jeffrey Sachs kifayət qədər güclü iqtisadçı, hətta bir sıra dövlətlərdə, Rusiya, Estoniya, Polşa kimi dövlətlərdə plan iqtisadiyyatından bazar iqtisadiyyatına keçidin banisi və əsas arxitektoru, dirijoru olan şəxs Avropa parlamentində Avropa siyasətini tənqid edir və NATO'nun şərqə genişlənməsinə heç də düzgün addım hesab eləmirdi. Yəni o Rusiyanın da siyasi establishmentini çox yaxşı tanıyır, Igor Qaydarla da işləyib və bütün Rusiya siyasi elitasını tanıyan bir şəxs qeyd edir ki, bu yürüdülən siyasət uzun illər ərzində istər respublikaçılar, istər demokratlar tərəfindən Rusiyanın bu cür qəzəbinə tuş gələcəkdir və biz bilirdik bunu hara aparırıq. Ona görə də bütün bunların fonunda Zelenski sanki qəfil yaxalandı və gözlənmirdi ki, Trump'ın hakimiyyətə gəlişi bu qədər çətinliklər yaradacaq. Avropalı partnyorlar bu vəziyyətdə də onu qoya bilərlər. Məsələn, Trump'ın inaugurasiyasından bir neçə gün öncə Ukrayna ilə Böyük Britaniya arasında strateji tərəfdaşlıq və təhlükəsizlik istiqamətində xartiya imzalandı. Amma indi sual olunur ki, Keir Starmer hansı dəstəyi verə bilər Ukraynaya? Yalnız dəstək bundan ibarətdir ki, kreditlər verilir. Bu isə müharibədə də onsuz da borclanmış dövləti borclandırırlar. Bəli. Və nəticədə necə olacaq? Tutaq ki, o kreditlər verilməsə, ya Ukrayna default edəcək, yəni bir iqtisadi sistem iflas uğrayacaq və yaxud da güclü müəssisələri, fabrikaları və yaxud böyük istehsala malik olan müəssisələri sadəcə olaraq başqa dövlətlər tərəfindən özəlləşdiriləcək, onlara əl qoyulacaq. Yəni, belə bir vəziyyətə, belə bir iqtisadi uçuruma doğru Ukraynanı tətiklədilər. Mən elə ki, bütün postsovet məkanı da bundan nəticə çıxardır və hətta bugün Gürcüstanda da siyasətçilər, ekspertlər, deputatlar barmaqla Ukraynanı göstərirlər ki, bizi vaxtilə anti-Rusiya sanksiyalarına dəvət edirdilər və daxildə də böyük qüvvə bizi ona doğru tətikləyirdi, lakin bizim pragmatik davranışımız bunu görün hansı müsbət çalarlar formalaşdırıb. Ona görə də düşünürəm ki, bu müharibənin bu formada bitəcəyi hazırki durumda proqnozlaşdırılmırdı, amma Zelenski də anlayır. Zelenski özü üçün, siyasi fəaliyyəti üçün, karyerası üçün də böyük təhlükələr yaranıb. Yəni, daxildə baxmayaraq ki, onun hələ də siyasi reytingi, ictimai rəy sorğuları göstərir ki, yüksəkdir və mən elə gəlir ki, Trump'ın dediyi kimi o diktator da deyil. Xalqını düşünən və məğlubiyyətlə barışmayan bir şəxsdir. Bu mənim öz düşüncəmdir.
Hətta onun o etirazları, bütün diplomatik maneranı, etikanı keçsə belə öz dövləti naminə idi. Amma görürsünüz ki, yəni böyük fövqəli dövlətin iradəsi ilə bütün digər partnyorlar, müttəfiqlər də razılaşırlar və meydanda Ukrayna sanki tək qalır. Amma Zelenski bu şərtləri qəbul etməsə, dirənişini davam etdirsə, onun hakimiyyətinin fiyaskosu, Saakashvili aqibəti, həbs olunması və digər bu kimi də risklər onun üçün var. Gözləyir. Bəs bu mənada və son olaraq mən sizdən onu soruşmaq istəyirdim ki, bax bu kontekstdə Rusiyanın son davranışlarını necə qiymətləndirirsiniz? Bu soyuqqanlı və təmkinli davranış, hərçənd ki Moskva bir çox hallarda emosional davranır. Lakin bu dəfə Trump'ın açıqlamalarından və Oval Ofisdə baş verənlərdən sonra son dərəcə soyuqqanlı və təmkinlidir. Bax bu davranışların altında yatan mətləblər barədə siz nə deyə bilərsiniz? Əslində bütün baş verənlər Rusiyanın əlinə işləyir deyə bilərik və baxmayaraq ki Zelenski burada məsələn Putinə istinad etməklə, ondan iqtibas gətirməklə Oval kabinetdə də çalışırdı ki, Putini demonlaşdırsın, yəni Putinin işğalçı olması fikrini ora daşısın. Amma Trump'ın o vasitəçi kimi bir tərəf cızığından çıxmaması da xüsusi diqqət çəkirdi. Ümumiyyətlə, baxın, biz adi veriliş əsnasında bir neçə dəfə Oval kabinetdə çıxışa qayıtdıqda, indi hesab edirəm ki, rahat 5-10 il ərzində davamlı olaraq o polemika, jestlər və digər mübahisələrə ekspertlər, tədqiqatçılar qayıdacaqlar. Çünki orada bir çox kartlar açıq oynanılırdı. Elə o kartları da təsadüfən demirəm. Çünki Trump elə Zelenskiyə deyirdi ki, indi kartlar sizin əlinizdə deyil. İndi kozurlar sizin əlinizdə deyil, siz pis vəziyyətdəsiniz. Hətta bunu Hitlerin, Führerin Avropada geniş miqyaslı müharibə başladıqdan sonra Churchillin ABŞ-a səfər etməsi və Roosevelt ilə Churchill arasında dialoq müqayisəsində aparırlar. Tarixin dövr etmək, cikliklik bir xarakteri var. Bunu da bunu təkrarlanmaq xarakteri. Bəli, bu dejavu kimi belə bir xarakteri var. Ona görə də indi biz bunu izləyəcəyik, amma hazırda məsələn Ukraynanın özündə ideoloji sistemdə bir sıra mühüm transformasiyalar vardı müharibə dövründə. Yəni bu milli oyanış, milli özünə dərk, gələcək perspektivlər haqqında konsepsiyalar formalaşdırılırdı alimlər tərəfindən. Müharibənin bu formada bitməsi belə bu ideoloji oyanışı bir qədər də sürətləndirəcək. İndi biz Ukraynanın gələcəyinə də nəzər salacağıq bu və digər formada, amma ərazi itkiləri və yaxud Ukraynanın daha heç vaxt NATO üzvü olmaması, heç vaxt Krım və bu 4 regionun qaytarılmaması kimi belə ağır şərtlər qarşısına qoyulur və eyni zamanda da Rusiya bu yaranan fürsətlər pəncərəsindən daha maksimum istifadə edərək Dnepra və Xarkova doğru da irəliləyişini icra eləyir və bu psixoloji mənəvi hücumlar kimi də bunu qiymətləndirə bilərik. Mənə elə gəlir ki, hazırki vəziyyətdə Səudiyyə Ərəbistanına Zelenskinin səfər etməsi reallıqları qəbul etməsi ilə şərtlənir. Hətta mineral ehtiyatlar haqqında saziş də hesab edirəm ki, çox yaxın bir müddətdə imzalana bilər. Amma bu sazişi elə həmən Oval kabinetdə bu danışıqlardan sonra briefing və briefingdən sonra imzalanması nəzərdə tutulmuşdur. Görünür, o qədər gərgin atmosferdə bu danışıqlar keçib ki, xahiş elədilər ki, nə nahar olsun, nə briefing olsun, nə də imzalanma olmasın. Ona görə də bütün bu danışıqları sonraki mərhələyə, indiki mərhələyə saldılar. Bir sıra fikirlər də vardır ki, Avropalı partnyorlar, məsələn Macron, Merz və yaxud Keir Starmer, Avropanın güclü oyuncularını nəzərdə tuturanda, Almaniya, Britaniya və Fransa ilə birlikdə Ukrayna təhlükəsizlik zəmanətləri axtarışındadır. Amma siyasətlə iqtisadiyyatın çox rahat düsturu var. Hansı ölkənin iqtisadi maraqları
hansı coğrafiyadadırsa, orada siyasi maraqlar və eləcə də təhlükəsizlik zəmanətləri də var. Yəni Zelenski çox təhlükəsizlik zəmanətləri haqqında danışır. Əgər Ukraynanın mineral ehtiyatlarını ABŞ şirkətləri istismar edəcəksə, bu elə təhlükəsizlik zəmanətləri deməkdir. Əlavə təhlükəsizlik zəmanətləri tələb etmək hesab edilən yersizdir, amma Zelenski də Putini çox yaxşı tanıyır ki, əldə olunan razılaşmaları Putin istənilən vaxt poza bilər. Burada da Bismarck'ın sözünü xatırlaya bilərik ki, Rusiya ilə imzalanan razılaşma su üstünə imza atmaq kimi bir şeydir. Çox sağ olun İlyas müəllim. Maraqlı müsahibəyə görə sizə bir daha öz təşəkkürümüzü bildiririk. Mən sizə təşəkkür edirəm. Əziz dinləyicilər, bununla da verilişimiz başa çatır və sizinlə sabah yenidən eyni vaxtda və eyni məkanda görüşəcəyik. Özünüzə yaxşı baxın, sağ olun.